Bu dərsimizdə HTML içərisindəki etiketləri JavaScript ilə necə seçmək olar, bunu öyrənəcəyik. İlk olaraq index.html faylı içərisində div etiket vardır və bu div etiketini JavaScript ilə getElementsByTagName metodundan istifadə edərək seçmək olar. Misal mən gəlirəm bura const divlər yazıram və bərabər edirəm document, yəni sənəd içərisindəki getElementByTagName metodundan istifadə edirəm və bura etiketi yazıram. Və konsolda divləri yazdırdığım zaman inspect tabından konsola gəlirəm. Baxın, burada HTML Collection adında bir kolleksiya gəlmiş oldu. Və mən buna baxıram, 0-cı indeks divi göstərmiş olur. Yəni body içərisində 0-cı indeksdə bir salam yazısında div etiketi vardır. Mən misal buna ikinci divi əlavə etsəm, baxın, massiv içərisində 2 dənə div yazmış oldu və baxdığım zaman 0-cı indeksdə birinci div, birinci indeksdə isə ikinci div bu şəkildə gəlmiş oldu və uzunluğu da 2 xarakterdən ibarət olduğunu görmüş olduq. Ancaq HTML Collection fərqli bir rol oynayır. Necə fərqli bir rol oynayır? Burada massiv kimi görünsə də biz bunu map metodundan istifadə edə bilmirik. Misal, mən gəlirəm burada divlər nöqtə map metodundan istifadə edirəm. Tutalım ki. Və bunu bərabərdir ox işarəsi ilə bu şəkildə yazıram. Key yazıram. Və konsola key yazdırdığım zaman baxın, xəta vermiş oldu. Yəni burada map adında hər hansısa bir funksiyanın tanımlanmadığını, yəni olmadığını bizə göstərmiş oldu error ilə. Və yaxud da ki, mən bunu for each metodundan da istifadə edə bilmərəm. Ancaq mən HTML Collection-ı map metodundan istifadə etmək üçün gəlib burada split metodundan istifadə edərək nöqtə divləri bir massiv içərisinə bu şəkildə əlavə edə bilərəm. Baxın, 0-cı indeksdə birinci div, birinci indeksdə də ikinci divi bu şəkildə görmüş olduq. Və mən gəlib burada bunu silirəm. Nöqtə divləri yazıram və bunu map metodundan istifadə edirəm. Bura key əlavə edirəm və arrow function ilə konsola key bu şəkildə yazıram. Və konsola baxdığım zaman 0-cı və 1-ci divləri bu şəkildə görmüş ola biləcəyik. Yəni burada split metodundan istifadə edərək bir massiv içərisinə, yəni bir array içərisinə əlavə edirik və array'ə aid olan metodlardan istifadə edirik. Bu getElementsByTagName'in bir özəlliyidir. Digər özəlliyi də ondan ibarətdir ki, HTML Collection adında gəlmiş bir kolleksiya, belə deyək, canlı davranış rolunu sərgiləyir. Yəni bunu necə görmək olar? Misal, mən gəlirəm burada konsola div nöqtə_length metodundan istifadə edirəm. Bunun uzunluğu, yəni 2 xarakterdən ibarət olduğunu bu şəkildə görmüş ola bilirəm. İndi mən JavaScript ilə bu mövzunu keçməmişik, ancaq belə deyim, dərs gərəyi mən bunu bu şəkildə göstərmək istəyirəm. Misal, JavaScript ilə yeni bir etiket əlavə edirəm. New div yazıram bura və bərabərdir document nöqtə create element metodundan istifadə edirəm və bura bir div yazıram və bunu document nöqtə body içərisindəki belə deyək, body içərisinə əlavə edirəm. Append child metodundan istifadə edirəm və new div dəyişənini bura əlavə edirəm. Və daha sonra konsolda
divlər nöqtə length deyirəm. Baxın burada ilk əvvəl 2 xarakter idi. Mən JavaScript ilə yeni bir div əlavə etdim və 3 xarakterdə ibarət olduğunu görmüş oldum. Yəni index.html hal-hazırda burada gizlənmiş olan bir div ilə, yəni üçüncü bir div ilə yazılmış oldu. Bu da HTML collection'ın live davranış, yəni canlı davranış xüsusiyyətini əks etdirir. HTML collection ilə deyəcəklərim bu qədər. Ümumiyyətlə get elements by tag name ilə yazılmış etiketləri biz axtardığımız zaman bizə HTML collection adında kolleksiya gətirmiş olur və bu kolleksiya massivə bənzəsə də massivin metodlarını qəbul etmir. Biz onu massivə çevirmək üçün split metodundan istifadə edirik və split metodundan istifadə edərək onu gözəl bir şəkildə massiv metodlarından istifadə edərək hər bir divi ayırmış olduq. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərsimizdə etiketi klassa, ID-yə və bir də metodumuz vardır ki, o ən rahat metoddur. Ancaq onun da bəzi fərqli cəhətləri vardır. Gələn dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.